yaxşı biri nə edirəm sayıram. Ev alsın, maşın alsın, pul versin. Aylıq bir minimum $2000 versin. Hər şey versin. 2 də ev versin. Nə bilim qalik versin, malik versin. Özünün o yetindən qəsd o. Yaxşı biri. Dövməyən olsun, sövməyən, paduqa ilə gəzəndə işini dillənməyən. Yəni özü dillənsin yəni ki, nə paduqa ilə gəzsən. Yox, deməsin. Hə, ay sol deməsin. Elə mənə də yox, mən demirəm öz başına nəsə. Hə də yəni paduqa ilə gedəndə deyirsin, get aşkım, get. Arxamda iş çevirməsin, nə oldu mənə desin. Hə. Deməsə, Sonra deyir, yəni get aşkım, getməyəndə özü qovlasın. Deyirsin, get də, nə oturmusan? Get padruqalarla özü itələsin, təpi vursun. Sən Allah çıx hara get. getdi, proqram yükləyəcəm. Haradan gəldi, o baxacam. Hə, proqram, oğlana yükləyəsən proqram. Hə, deyir, ərə proqram yükləyəcəm, GPS-i. Hara gedir, siqnal versin. Məsəl üçün. Buralarda olun, uzaq gedim. Buralardadılar. Mən bir şey nəsə səhv tutdum. O an bitir. Bitti. Evi də alsam. Hə. Evi də alır əlindən. Ev alsın əsas bacımın adına. Nəsə tutdu ha. Nəsə qıza bir dənə salam yazmağına. Dalınla təpik qoyacaq dədən evinə. Qutardı. Yox, dolçalar çörək pərəz deyil. Həqiqətən ürəyi açıqdır dolçaların. Quran haqqı. Daha çıxsan. Simic deyil, çörək pərəz deyil. Prosta ən yaxşılarına layiqdirlər. Deyir, simic deyil. Allah haqqı. Hə, dolça simic deyil. Əstağfurullah, mən ərimə gələcək ərimə lox deməyir, xahiş edirəm. Buradan Allah əsəbləşirəm. Adam onun gələcək ərinə lox deyər. Lox deyir, ayıb deyil. Özü burada deyil, indi qulaqları çindirir, Allah bilir. Nə olsa özü burada olmasa da gələcəkdə də. Allah səs mən sömürəm elə şey. Yox, İsmirədi. Deyəsən sənin başını vuracaq devavaya gedir. Başa düşün, bir belə deyədə belə deyirlər. Yaxşı, heç nə olmayan, kirayədə qalan. Girə buradasan. Pulu olmayan, soğan çörək yiyəcəm oyuna, soğan çörək. Təki o insan. Verim soğan çörək, indidən öyrən. İndən soğan çörək yiyəcəm, Allah haqqı. Yəni, elə kasıbın kasıbı olsun. Bax, ona gedim. Da dincəldiniz. Onu belə deyilsin. İnanmırlar axı sən soğan çörək yiyəcəksən. Uşaq doğanda deyəcəksiniz ki, onda niyə sən gətirirdin uşaq belə kasıbdırsa? Ay qız, sən tələbin çoxdur, o yazıqdır. Sən orada hər şey istəyirsən. Ay qız, yox, mən hər şey istəmədim. Bir damcı şey istədim. Bir damcı şey istəyib, çox şey istəməyib ki, siz də danışırsınız. Nə istəyib ki bu? Nə istəyib ki, 3 dənə ev istəyib də, nə istəyib? Allah haqqı dolçalara ilişməyib. Soğan çörəyi yeyəndə. Deyirsən soğan çörəyi yeyəndə oxşamırsan. Biraz oxşayır amma. Məncə indi probe verim, görüm soğan çörəyi yeyəcək ya yox. Yeyəcək ya yox. Əgər yeyəndirsə deməli həmişə soğan çörəyi yeyəcək. Bunu həmişə. Ay sağ ol. Qara ürək. Nədir bilmirəm. Çay içəndə. Çay hələ içəndə. Biraz içəndə. Çox yeyən deyil valla. Qapazı vur əlindən çay. Sarımsaq da yiyərəm, soğan da yiyərəm. Gətirin var orada. Yox, istəmirəm. Yoxla da. Qəşəng xəngəl da pişirmişəm. Pişirmişdim. Qoy bir xəncəl pişirmişəm. Ər deyəcək ki, mən sənə un alıram. Özün xəmir yoğur görüm, nətər yoğurursan. Adi, gəx belə deyirsiniz, gəx belə deyirsiniz. Yuxudan dur. Hər yuxuludur. Az qeyb hazır xəncəli alıbdır. Ay sağ ol. Gəlib qoyubdu. Bir sözümü ki eləmir. Dolçalar, Allah haqqı dolçalar sözə baxandır. Allah haqqı işsiz qoyub pişirib, sonra deyirsən, xəncəl pişirmişəm. Ağır, zatı onda elədi. Nə olsa hazır aldı, hazır alma. Nə var? Bu dəqiqə alaram, suya qataram. Nə olsun? Unun var. Mənim başım unun var sənin. Ayrı olsa ki. Hə, niyə yoxdur? Allah haqqı var. Şey var. Yayan. Şey alaram belə. Taxta. Yayan. Hə. Taxta. Yetdirdi. Nə yetdirdi? Mən yetdirdi evliyəm. Yetdirdi. Maşallah, maşallah olsun. Çox dedilər mənə, ona getmə. Ona getmə, iyi gəlir, ona getmə. Allah, nə vaxt dedim ha? Mən sənə qatdım, sən niyə özü qatırsan? Gördünüz?
Deyib də, sən hazıra pul vermərsən. Niyə vermirəm? Zara daha o qədər də simic deyiləm. Alıram pulu. Sümüş də Allah mənə qəpiyə kimi alır əlimdən. Qəpiyə kimi aldım. O da dedim, pulum yoxdur. Sən bir dənə şeylə atacam. Maşından. O matara elə qəpiyə. Gedib dönər al. Hələ üstəlik də dönər aldım. Ay qız 13 manat borcluydum Dönər mənə. aldı da gedib dönərdə gözləyirəm yığıb belə eləyir bacıma. 12 manat at da. Düz deyirəm də 12 manat bacıya verər. Aynen çatmamış yolda saxda. Hələ üstəlik də dönər yığıb 12 manat istəyir. Ay dönərin pulunu çıxdım da oradan 15 manat borcluydum. Allah haqqı. 2 manat çıxdım. 1 manat Allah haqqı. Vay qulağım getdi. Vallahi o qədər də yox dəfə. Ayrəm o 2 manat borcudur. Verməli deyil mənə. 50 qəpik deyil, 12 manatdır. Allah haqqı yox, ay bala. Mən verirəm pul. O mənə vermir axı. Qəpiyə kimi alırsan ki, verəsən deyir. Amma mən 5 manat pul qaldım. Demədim ki, az davay pul ver mənə. At kartını ödəyək. Cavid sən ala direkt yaz atım kartını ödəsin. Cavid dedi at. Tamam Cavid, atacam ödəyəsən. Az Chris olmasaydı. Allah haqqı. Ağıllı olur. Qapımın ağzında Chevrolet olmazdı. Başa düşdün? Tefal olmazdı. Ona görə indi hara gedirəm? Şükür Allah'a gedirəm. Mən bacımı hər yerə aparmışdım. Allah'ın çıxardı 5 manatını qoyub benzin pulu. Verirəm kartımı. Televizyonda göstərək, kim göstərək. Az gözlədə bir. Allah adam bir deyər ki, yo Cavid eləmə. Tifala gəlsən, tifala nədir? 98 07 90. Hazır imiş Kur'an haqqı. 11 02. Ay qız. Mədəni dilənçisiz. Hə, mədəni olanda belə olur da aşkım. Mədəniyyətsiz olur, promo kartı qoyur, amma mən... Çıx başa, burada zarafat. Yazsın. İndi bir qəpiyə atacaq. Yo, dişlərim əyridir. Elə maşallah hazır. Külürük də külür. Demirəm Cavid, üz vurma. Ha. Yavrum. Gedin maşını yığım. Əsəbləşdirdirən məni. Gedin maşını yığım, gəl. 50 qəpik bəsdir. Süper, çox sağ ol, təşəkkür edirəm. Videomu çəkərsən ha. Nə, video yeyinirəm video. Maşına yığanda. Ay Allah. Mən video görə aparsam. Sən elə bilə məhləni gəzdirim də. Zəni gəl istəyirsən, küfri.